sualımız budur. 42-48 dərəcə cənub enliyi və 127-137 dərəcə qərb uzunluğu arasında yerləşən coğrafi koordinatlar hansı sahələrə düşür? Biz əvvəlcə burada nəyə baxmalıyıq? Enliklərə. 42-48 dərəcə cənub enliyi. 42 və 48 ədədləri 40 ilə 50 arasına düşür. Yəni 30-40 aralığına düşə bilməz. Enliklərə baxarkən 30-40 aralığına düşə bilməz. O zaman 1 və 2-nin üzərindən xətt çəkirik. Bunlar ola bilməz. Sonra baxırıq uzunluqlara. 127-137 dərəcə qərb uzunluqları. 127 və 137 ədədləri hansı aralığa düşə bilər? 127 və 137 ədədləri 120-140 aralığına düşür. Yəni, burada 140-160 aralığından söhbət gedə bilməz. 127-137 ədədləri 120-140 aralığına düşür. Ona görə bu 3 ədəd də ola bilməz, 3 ola bilməz. Doğru cavab olur 4.